Bəli, Çinarə, vurğuladığın kimi hazırda yaxın şərqdə vəziyyət gərgindir və bu baxımdan da nəzərə alsaq ki, qarşıdan da Novruz bayramı gəlir və çərəzlərə və quru meyvələrə ehtiyac daha çox olacaq və tələb artdıqca qiymətin də artımı müşahidə olunacaq. Amma indiki məqamda məsələn müharibənin bu məqama da xüsusi təsiri var. Çünki Azərbaycan hazırda İrandan bir sıra quru meyvələr, eyni zamanda çərəzlər ixal edir ki, onların da yəni logistika və ticarət baxımından bir sıra istiqamətlərdə gərginlik olduğunu, aksamalar olduğundan bu istiqamətdə də qiymət artımı müşahidə oluna bilər. Nə qədər necə bu suallara cavabı hazırda ilə qonağım iqtisadçı Ruslan Atakişiyevdən əldə edəcəyik. Xoş gördük Ruslan bəy. Buyurun, suallarımıza cavabı sizdən eşitək. Bu gərginlik yəni davam etdikcə qiymət artımında müşahidə ediləcək. Nə qədərli bir qiymət artımından söhbət gedir, sizdən eşitək. Belə qeyd eləyək ki, İran İslam Respublikası Azərbaycanın ithal olunan məhsullar üzrə ilk onluğa daxil olan əsas ticarət tərəfdaşından biridir. Yəni 2025-ci il ərzində bizdə İrandan 624 milyon dollar, ABŞ dolları həcmində məhsullar ithal olunmuşdur. Bu məhsullar quru meyvələrdir, kənd təsərrüfatı məhsullarıdır, subtropik məhsullardır, tropik məhsullardır. Həmçinin də belə deyək ki, şüşə məhsulları, dəmir, pəstəhlar, yəni müxtəlif plastik məhsullar, yəni götürüldükdə hətta xammal şəkildə bir sıra məhsullar ithal olunur. Təbii ki, regionda baş verən bu proseslər çərçivəsində, yəni bu iqtisadi əlaqələrə də müəyyən təsir göstərir. Bilirsiniz ki, Azərbaycan ərazisinə dron hücumundan sonra bir müddət sərhədlər bağlanmışdı və İrandan gələn məhsulların daxil olmasına məhdudiyyətlər qoyulmuşdur. Amma İran İslam Respublikasının dövlət başçısının, Azərbaycan Respublikasının dövlət başçısı arasında telefon zəngindən sonra bu problem aradan qaldırıldı və həmən belə deyək ki, İrandan gələn məhsullar daxil olmağa başlayıb. Təbii ki, bunun fonundan yanaşı da vəziyyətin gedişatı dərindən izlənir. Çünki biz görürük ki, bəzi halda müxtəlif qərarlar verilir ki, İran dövlət tərəfindən ki, daxildəki yaranan, müharibə ilə bağlı yaranan humanitar vəziyyətlə bağlı olaraq bir sıra məhsulların artıq ixracına da belə deyək ki, müəyyən qadağalar qoyulur. Çünki daxili həmin o istehlakı təmin etmək üçün. Və qeyd edək ki, yəni bizim hal-hazırda, yəni qarşıda bayramlar gəlir və burada da ən çox istifadə olunan məhsullar quru meyvələrdir, ondan sonra düyüdür və kənd təsərrüfatı məhsullardır. Çünki bizim indi hal-hazırda Azərbaycanda özümüzün kənd təsərrüfatı məhsullarımız bir neçə aydan sonra daha çox bazarda bollaşacaqdır və parni şəkildə olanları da əksəriyyətlə biz ixrac edirik və İrandan da hal-hazırda daha çox məhsul da biz tropik məhsul da yəni ixal edirik sitrus məhsullarına. Belə bir şəraitdə bir qısa müddətdə o sərhəd bağlamında bir araşdırmalar apardıq, getdik müxtəlif həmən o quru meyvə satan yerlərlə görüşdük. Yəni belə idi ki, onlar deyirlər ki, ehtiyatlarımız var, amma bu ehtiyatlar artıq bizə 2-3 günə, bir həftəyə bəs edər də. Yəni vəziyyət belə davam etsə, artım ehtimalı ola bilər. Və həmən artım ehtimalları artıq görsənir ki, 6-7% çərçivəsindədir. Amma bu sərhədin açılması fonunda bunun bu şəkildə qalma ehtimalı daha çoxdur. Çünki yenə də məhsullar gəlir. Təşəkkür edirəm informasiyaları bizlə paylaşdığınız üçün. Bəli, elə dediyimiz kimi ekspertimizin də danışdığından aydın oldu ki, indiki məqamda elə bazarlarda qiymət artımı müşahidə olunur, amma cüzidir və irəliyən dövrdə ilə sərhədlərin nə qədər bağlı qalıb qalmamasından asılı olaraq bu məqam məsələ dəyişə bilər. Amma indiki məqamda elə vəziyyət budur, tələbin də artacağı nəzərə alınaraq diqqətə saxlamalıdır ki, qiymət artımı müşahidə ediləcək. Çatıra biləcəyimiz informasiyalar bu qədərdir. Söz yenə də sizdədir. Təşəkkürümü bildirirəm Rəqsanə. Yeni bir xəbər var.